Strateji uzaq görməni necə öyrənmirsən? DJ Tural soruşmuşdu məndən söhbətgahda. Valla bilmirəm necə öyrənmişəm, amma necə işlədiyini deyə bilərəm. Misal üçün, bu yaxınlarda bir xəbər oxudum. Azərbaycanda blogerlərə reklamla bağlı nəsə qanun qayda çıxardıblar ki, cərmələyəcəklər, nəsə tələb eləyəcəklər və s. Üstündən biraz geçdi, Rusiyada eyni qərar çıxartdı. İndi adi bir qərara oxşuyur da, yəni vergi alacaqlardan olsun ki. Amma adi qərar deyil. Nəyə görə? Çünki nə Rusiyanın, nə Azərbaycanın blogerlərin qazandığı puldan vergi ehtiyacı yoxdur. Və o qədər başqa sahələr var ki, vergi nəzarəti yoxdur. Orada daha çox pullar fırlanır. Misal üçün, Azərbaycanda toy segmentidir də, müğənnilərlə hərəsi 5-10 min pul alır, ay 100 min pul qazanır. 100 dənəli müğənni olsa, ilə 10 milyon vergi yığmaq olar. Teoretik. İndi faktiki yığmaq olmur, çünki hər şey nəqd ödənişlərləndir. Amma yəni o heç kimin maraqlı deyil. Amma blogerlər niyə maraqlıdır? Əsas məsələ. Blogerlər ona görə maraqlıdır ki, bloger medianın bir hissəsidir və insanlara təsir qüvvəsinin bir hissəsidir. O cür sərt qaydalar qoymaqla ki, xüsusən Rusiyada daha sərtdir o qaydalar ki, sən nə reklam edirsən elə önəmli deyil. Öz məhsulundur, deyil. Pul almısan, almamısan önəmli deyil. Əgər cümlələrdə filan şey alın və yaxud filan yerdə skitka var falan deyirsənsə və bunu reklam kimi göstərməmisənsə cərmələyəcəklər. Mən burada gördüyüm paternlər nədir də, misal üçün. Pandemiya vaxtı da bunu eləmişlər. İndi də eləyirlər. Yəni, sözsüz ki, bu xüsusi xidmət orqanları ölkələr arasında bir-birlərindən əməkdaşlıq edir. Azərbaycan Rusiya üçün bir test laboratoriyasına çevrilib. Yəni, hər hansı bir strateji qərar veriləndə müəyyən siyasi məqsədlər üçün bunu birinci Azərbaycan deyirlər ki, belə bir dənə bomba fikrimiz var, bunu belə eləsək filan təsir olacaq. Misal üçün, bu кейsdə odur ki, blogerlərin maliyyə azadlığı azalsın, bunların bloger fəaliyyəti göstərməyə motivasiyaları olmasın, auditoriyanı yığmasınlar və s. kimi zəiflətməkdir məqsəd. Həmçinin təsir qüvvəsi əldə eləmək ki, bloger özünü yaxşı aparmayanda çıxardırsan, biraz cərmə yazırsan, ağıl başına gəlir. Bunu birinci bizdə eləyirlər, bizdə ona heç ehtiyac yoxdur. Yəni, bizdə nə normal bloger yoxdur, auditoriyası olan, nə də ki, siyasi cəhətdən zəif, o qədər zəif deyilir ki, oturaq onu fikirləşək. Amma Rusiya çox zəifləyib. Amma bizdə birinci bunu eləyirlər, test eləyirlər ki, görək millət buna nə reaksiya verir. Görəndə ki, hə, reaksiya yoxdur, deyirlər, davay, vəsə, basın geçsin. İndi, məsələn, mən bunu hardan bilirəm, nədər bilirəm? Oradan bilirəm ki, biz gündəlik biznesdə eyni fəndlər işlədirik, eyni strategiyalar işlədirik. Ona görə kimsə onu eləyəndə sən onu rahat görürsən. O birisi nəyə oxşuyur? O fokusnik, nəsə fokus göstərəndə adi adama deyir, wow, buna bax, görsən dovşanı papaqdan necə çıxartdı. Amma özü fokusnik olan adam onu görəndə deyir ki, mən bilirəm, orada bu belə işləyir, belə işləyir. Dovşanı da filan yerdə gizlətmişdim. Bu da belə işləyir. Yəni biz buna məsələn deyirik də, staging release deyirik. Yəni sən hər hansı bir funksiyanı produktunda çıxartmamışdan qabaq birdən-birə milyonlarla istifadəçi vermirsən. Balaca bir istifadəçi verirsən, datanı toplayırsan, baxırsan ki, reaksiya nədir, yaxşıdır, pisdir. Yaxşıdırsa hamıya verirsən, yaxşıdırsa vermirsən. Sonra heç kimin xəbəri olmur. Və yaxud biz buna AB test deyirik. Yəni sən belə deyirsən, fərqinə baxırsan, sonra qərar verirsən. Yəni ona görə biz elə bir növ Rusiyanın bu testing environmentinə çevrilmişik. Bu biraz məni narahat edir ki, biz nə vaxt belə maraqlı bir eksperiment sahəsinə çevrildik və niyə?